Şirvanda ət və ət məhsulları satışı ilə məşğul olan bir qrup sahibkar şəhər ərazisində yerləşən Şirvan regional ət kəsim məntəqəsində onlara göstərilən xidmətdən narazıdır. Sahibkarlar iddia edir ki, həmin məntəqədə onlardan xidmət qarşılığında daha böyük məbləğdə ödəniş alınır və eyni zamanda həmin kəsim məntəqəsində heyvan kəsimini bir qəssab həyata keçirir ki, bu da həm maddi, həm də vaxt itkisinə gətirib çıxarır. Bizə heyvan kəsilmişik, əti vermirlər. Deyirlər ki, saat 2-dən sonra gəl, boynuya 2-dən sonra şişləyəcək, peçatın vuracaq. Belə şey olur, ara. İllərdir ət satışı ilə məşğul olan sahibkar Əlimərdan Nərmanov deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin qoyduğu qaydaya görə heyvanları ət kəsim məntəqələrində kəsmək məcburiyyətindədirlər. Əks halda cərmələnəcəklər. Lakin sözü gedən ət kəsim məntəqəsinin fəaliyyətindən də narazıdırlar. Şikayətlər müxtəlifdir. Qida Təhlükəsizliyi həkimlər 2 gündən bir gəlirlər ki, bizə ki, sizə 1500 manat bir cərmə yazıb, indi deyir 4000 manat cərmə yazacağım, heyvanı burada gətirib kəsməsiniz. Orada gedirik, orada heç bir şəraiti yox, qəssabı yox. Heyvan qalır, gün ortaya kimi orada ət yiyir, qalır bizə sırıyısır. Heyvan kəsdiyimiz ətdə yaman günə qoyurlar. Tək qəssablığı, o deməli, deyir ki, saat 2-də gəl. Saat 2-də gəl kəsib, saat 2-də mən evimdə yatıram. Saat 2-də mən niyə gedib burada kəsməliyəm? Artan xərclər ətin qiymətinə də təsir edir. Şikayətçilər deyir ki, məcbur qalıb biz də satdığımız ətin qiymətini qaldırmalı oluruq. Üstəlik antisantariyadan da narazıdırlar. Orada kəsilən heyvanları təmiz soymurlar, təmizliyə çıxarda bilmirlər. Orada şərait yoxdur. Gətirirlər, uşaqlar da girinci olurlar, sata bilmirlər, tökülür qalır üstlərində ziyanla. Biz gedirik, natəmizlik orada başarıb gedir. Bizi incidirlər, vaxtında heyvanımızı kəsib vermirlər. Sahibkarları narahat edən problemə aydınlıq gətirmək üçün Şirvan regional ət kəsim məntəqəsinə yollandıq. Məlum oldu ki, məntəqənin iş qrafiki gecə saat 00:00-dan səhər saat 08:00-dəkdir. Məntəqənin rəsmisi İsmail Tərlanov sahibkarların iddiaları ilə bağlı hüquq mühafizə orqanlarına və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələrini bildirib. Bütün təşkilatlara çox verim. Yox, qardaş, televiziyada. Mikrofonu götürür gəlirsin. Qardaş. Elə şey olmaz. Bundan ötürü prezident fərman verib, təhkim edib Qida Təhlükəsizliyinə. Hə? Məsələ nə deyir ki? Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, nöqsanlar aşkarlanmış heyvan kəsim məntəqələri ilə bağlı tədbirlər görülür. Şirvanda ət kəsim məntəqəsi ilə bağlı daxil olan müraciət əsasında məsələ Agentliyin Şirvan Salyan regional bölməsi tərəfindən nəzarətə götürülüb. Məsələ araşdırılaraq qanuna müvafiq tədbirlərin görülməsi təmin olunacaq. Yaqub Mehdioğlu, Diana Cəlaliyev, Vüqar.